Bismillahirrahmanirrahim. Salamu aleykum və rəhmətullahi və barakatuhu. Sünnilər deyirlər ki, biz Əhl-i Beyti sevirik. Biz Əhl-i Beytə bu cür hörmət eləyirik. Amma biz bunların kitablarını oxuyanda bunun əksini görürük. Buna müxalif bir sözlər görürük. Məsələn, Əs-Savaiqul Mühriqə kitabı İbn Həcərin kitabıdır. Sünni alimidir. Deməli, bu kitabı Məktəbətü Fəyyazda çap ediblər. Hicrət ili ilə 1429-cu ildə çap olundu. Bu kitabın 600-cü səhifəsində belə gətirir. Qaləl Qəzzaliyyu və qayruh və yəhrumu aləl vaizi və qayrihi rivayətu məqtəlil Hüseyni və hikayatih. Deyir ki, Qəzzali, sünnilərin böyük alimlərindən biri və qayruhu və qeyri bu Qəzzali, yəni başqa sünni alimləri də. Bunlar deyirlər ki, haramdır vaizə, yəni möizə verənə. Nə mənə haramdır? Deyir ki, Həzrəti İmam Hüseyn əleyhissalamın məqtəlini danışmaq, hikayəsini danışmaq. Nədir o məqtəl, o hikayə? Məqtəl yəni bu ki, Həzrəti İmam Hüseyn əleyhissalamı ki, lənətə gəlmiş Yezid qətlə yetirdi, şəhadətə çatdırdı və nöhə demək, məddahlıq eləmək İmam Hüseyn əleyhissalamın barəsində, onun barəsində nə cinayətlər törətdilər o dırnaqarası sahabələr və tabeinlər, deyir ki, bunları danışmaq vaizə, möizə verənə, məddahlara haramdır. Deyir ki, haramdır. Və həmçinin o şeylər ki, sahabələrin arasında davadalaşa səbəb olmuşdu, müşahirə etmişdilər, nə bilim, xəsm var idi aralarında, bunları danışmaq haramdır. Niyə haramdır? Deyir ki, فَإِنَّهُ يُحَيِّجُ عَلَى بُغْزِ السَّحَابَةِ وَالتَّعْنِ فِيهِمْ. Deyir, buna görə haramdır ki, cəmaatın arasında bu sözləri yayılar və cəmaat Yezidin əleyhinə, Yezidə kömək edənlərin əleyhinə, o pis rəftar eləyən sahabələr və pis rəftar eləyən tabeinlərin haqqında böğz və kinələri artar. Böğz edərlər onlara, onlara lən elərlər, onlara tənə vurarlar, onların haqqında pis düşünərlər, pis danışarlar onların haqqında. Ona görə haramdır. Bu fərq sünnilərin İmam Hüseyn əleyhissalamla Yezid və Yezidilərin arasında qoyduğu fərqdir. Bu fərq bax belə bir fərqdir. Yəni sünnilər dildə deyirlər, Vəhabilər dildə deyil. Vəhabilər ki, bilirik İmam Hüseyn əleyhissalamın və Əhl-i Beyt əleyhissalamın kinəsi, böğzü bunların ürəyin partdadır. Bunu bilirik. Bilirik ki, onlar nə həddə Həzrət Əmir əl-Mömin əleyhissalamla düşmənçilik edirlər. İmam Hüseyn ilə, İmam Həsən ilə, İmam Həzrət Fatimə Zəhra ilə düşmənçiliklərin biz bilirik. Amma bu tərəfdən biz sünnilərə baxanda, sünni qardaşlara baxanda, bunlar deyirlər ki, biz belə hörmətimiz vardı, Əhl-i Beyti sevirik. Amma kitablarına gələndə görürük ki, bunun əksin yazıbdır. Əksin. İndi sünni qardaşlara sual verirəm, indiyə qədər bu söz-söhbətləri öz kitablarınızdan eşitmişdinizmi? Həqiqətən də belə bir sözləri sizlərə deməzlər. Heç vaxtda deməzlər. Yəni sizin alimləriniz sizlərə belə bir sözləri deməzlər. Həqiqətən də o alimlərin, sünni alimlərinin içində 1001 dənə hiylə yatıbdır. 1001 dənə hiylə işlədirlər ki, ta ki, sünni cəmaatı başa düşməsin, sünni cəmaatına çatmasın bu söz-söhbətlər ki, bizim alimlərimizin etiqadı və inancıdır, bunlar çatmasın. Əziz müsəlmanlar, əziz sünni qardaşlar və həmçinin o kəslər ki, cahilcəsinə, bilmədən gedib vəhabilərə qoşulursunuz. Budur əqidə, budur sünnilərin, bəzi alimlərinin əqidəsi. Alusi, Ruhul Məani kitabında Vəhabi əqidəsindədir özdə Alusi. Deyir ki, Yezid lənətullah əleyh Peyğəmbərə heç iman gətirməmişdi. Kafir idi. Yezid Əhl-i Beytin hörmətini sındırdı. Yezidə lən etmək caizdir. Bu Alusi Sələfi əqidəsindədir. Sələfilikə ən çox meyilli olan alimlərdən də biri elə budur. Ruhul Məani kitabında gətiribdi bu söz-söhbəti. Necə ola bilər ki, bu alim bu sözləri deyir, iqrar eləyir və deyir Yezid bu cür şəxsidir. Amma Vəhabilər deyir, yox, hər nə olmalı olsa da biz Yezidi özümüzə möminlərin əmiri hesab eləyirik. Bu söz-söhbətlər adamın ürəyin ağrıya gətirir. Bu sözlər hətta ən pis yeri də buradır ki, deyir onlara tən eləyən, yəni İmam Hüseyn əleyhissalamın qatillərinə tən eləyənlərə özlərini əslində deyir tən eləyir. Öz nəfslərinə və öz dinlərinə tən eləyir. Bu cür söz-söhbətlər, irgənc sözlər yazılıbdır. Bunu mən bilmirəm, hara aparaq, nə edək? Bu inanclar, bu etiqadlar nədir biz başa açmırıq.